Həqiqətən Loğmana Allaha şükr et deyə hikmət verdik. Kim şükr etsə, özü üçün şükr edər. Kim nankör olsa, bilsin ki, Allah onun şükrünə möhtac deyildir, şükrə layiqdir. Yadında olsun ki, bir zaman Loğman öz oğluna nəsihət eləyərək belə demişdi. Oğlum, Allaha şərik qoşma. Doğrudan da Allaha şərik qoşmaq böyük zülümdür. Biz insana ata-anası ilə gözəl davranmağı tövsiyə etdik. Anası onu çox zəif bir halda daşımışdı. Uşağın süddən kəsilməsi isə 2 il ərzində olur. Biz insana buyurduq, mənə və ata-anana şükr et. Axır dönüş mənədir. Əgər ata-anan bilmədiyin bir şeyi mənə şərik qoşmağına cəhd göstərsələr, onlara itaət etmə. Qalan dünya işlərində onlarla gözəl keçin. Tövbə edib mənə tərəf dönənlərin yolunu tut. Sonra mənim hüzuruma qayıdacaqsınız. Mən də nə etdiklərini